Bu qatlamadır da, sizin o məşhur qatlamalı. Bəli. Yox. Elnarə xanımın hazırladığı həqiqətən məşhur qatlamadır. Yəni TikTokda da izləyirəm mən. Çox görürəm, yaxşı otuzlar var, kommentlər var ki, Çox qanca. Hə, başa düşdüm. Çox qanca. İndi qismət idi ki, gəldim burada rastlaşdım. Həmkar olaraq bir-birimizə sevmişəm belə ayam, həm də mənə xoşdur. Təşəkkür edirəm. Mənə də xoşdur. Çox sağ olun. Həri. Allah razı olsun. Tələbələrimiz baxıb faydalanarlar. Onu da yaxın ki, bu sahədə işləyir. Maşallah. Telefondan kodunu alırıq. Onlayn satışa daha çox üstünlük verir. Ən qəşəngi odur. Və bir çox xanımlar məsləhət gördü ki, az saatda iş axtarırsınızsa, onlayn satışı eləməyə məsləhət gördü. Amma indi hər bir xanım var ki, sual verir ki, mən deyirəm, istəyirəm onlayn satış eləmək. Amma canlı tutub açmaq istəmirəm. O satışı necə eləsin? Sizin fikriniz Elnarə xanım. Canlı tutub istəmir, amma pul qazanmaq istəyir. Mən belə deyim də, TikTokda özünü görsətməyə də bilərsən. Orada əl işi önəmlidir. Məsələn, Səbinə xanım, mən dediyim kimi mənim ustam heç vaxt özünü görsətməyib o insan. Amma Instagramdan bəri canlı açır. Çox yüksək səhifəsi var və ən çox Instagram üzərindən satış edir Səbinə xanım. Hansı nüanslardan istifadə eləsinlər? Hansı sözlərdən? Yox, əsəbləşsinlər, istənsinlər? Estağfurullah, ədəbi ilə, ərkanı ilə. Orada belə nəsə əldə edə bilsinlər, həbsi qabağa gitsin. Təbii ki, insan sadə, səmimi olmağı ən gözəldir. Ən gözəli sadə, səmimilik. Qalandakı sən işin. Bir dəfə alacaq, görəcək ki, həqiqətən də bunu almağa dəyər. Bəli. Deməli, biz öz sənətimizi təbliğ edirik və bu ilə biz pul qazanıb ailəmizi dolandırırıq. Onlayn, Elnarə xanım demişkən, onlayn açmaq daha gözəldir. Amma özünü göstərmə, əlvi göstər, necə hazırlayırsan, onu göstər. Hə, o deyik qışqırmaqla, dava salmaqla, artıq kəlmələrlə, yox, heç biri. Yəni, öz avrımızı, öz həyamızı və çərçivədən çıxmayaraq, mütrifləşməmək. Mənim o sözümdür, mütrifləşməməklə biz işimizi təbliğ edib göstərə bilərik. Bəlkə düzdürmürəm Elnarə xanım? Yox, mən Elnarə xanımın da, yəni, vaxt olur ki, izləyirəm, yəni, canlılarını. Yəni, artıq kəlmə, orada artıq yazanlar olur, o da paxallıqcadır, göz götürməməklərdir. Çox yazan olur, çox.